Artık bu bölümdə Flexboxlarla tanış olacağıq. Bu dərsə keçmədən əvvəl bir şey nəzərinizə çatdırım ki, bu dərsə diqqətlə qulaq asmağınız tövsiyə olunur. Çünki burada eşitmədiyiniz və görmədiyiniz kodlar yazılacaqdır və daha aydın başa düşəcəksiniz bu dərsi. Bir neçə insanın çətinlik çəkdiyi mövzudur bu Flex. Ona görə də bu dərsə sakit bir məkanda qulaq asmağınız tövsiyə olunur. İndi isə gəlin Flexbox nədir bunu öyrənək. HTML-də bir neçə elementi yan-yana, alt-alta və ya mərkəzdə yerləşdirmək istəyiriksə, Flexboxlardan istifadə olunur. Burada əsas məntiq ondan ibarətdir ki, index.html-də container divimə flex verdiyim zaman avtomatik olaraq box 1, box 2 və box 3 divlərim də flex xüsusiyyətlərini özündə daşıyacaqdır. Hal-hazırda alt-alta gəlir, çünki bunlar default olaraq blok etiketi olduğuna görə bu şəkildə gəlmişdir. Ancaq style.cs isə mən gəlib container divimə display flex yazdığım zaman baxın bu şəkildə yan-yana gəlmiş olacaqlar. Və hətta element tabında container divimə gəldiyim zaman baxın bu şəkildə default olaraq nöqtəli borderlar görünüşünü görmüş olacaq və bu ikona tıklayıram, etiketin üzərinə gəlirəm və hətta burada box 1, box 2 və box 3 divlərim də borderlarla əhatə olunmuşdur və hündürlüklər eyni səviyyədə, genişlik yazı səviyyəsindədir. Yəni mən gəlib div etiketimə burada bu şəkildə yazı yazıram və etiketin üzərinə gəlirəm. Yazı səviyyəsində genişlik gəlmiş olacaqdır. Bunlar indi hal-hazırda bunu silirəm. Bunlar indi hal-hazırda üfüqi istiqamətdə, yəni X oxu istiqamətində düzülmüşdür. Mən gəlib flex direction column yazdığım zaman baxın alt-alta düzülmüş olacaqlar və element tabında container divimə gəldiyim zaman baxın bu şəkildə sanki blok etiketi kimi düzülmüş olacaqlar və hətta bir şey də nəzərinizə çatdırım. Baxın hərflər borderlarla əhatə olunmayıb. Yəni mən gəlib burada box 1-mə background red yazdığım zaman genişlik olaraq bu şəkildə əhatə olunacaqdır və blok etiketinin rolunu oynayacaqdır. Ancaq mən gəlib column verməsəm, column yazmadığım zaman və hətta etiketin üzərinə yaxınlaşıram. Bu şəkildə borderlarla, hərflər də borderlarla əhatə olunacaqdır və background red yazdığım zaman belə bir görünüşü almış olacaq. Ancaq bunu şaquli istiqamətdə, yəni column yazdığım zaman blok etiketinin belə deyək rolunu oynayacaqdır. Bu yazıları 3-dən 1-ə qədər gəlməyini istəyirəmsə, column reverse yazıram və bu şəkildə 3, 2, 1 kimi sıralanacaqdır. Və hətta row yazıram. Baxın bu şəkildə 3, 2, 1 şəklində düzülmüş olacaqdır və hətta fikir verdinizsə sağ tərəfdən başladı. Yəni tərsinə çevirdiyimizə görə sağ tərəfdən 3, 2, 1 kimi sıralanmış oldu. Bunu yəqin ki başa düşdük. Gəlirəm burada sadəcə bunları silirəm və flex direction olaraq column yazıram. Yəni şaquli istiqamətdə bu şəkildə düzülsün. Bunu bağlayıram. İndi Flexbox-ı daha aydın başa düşmək üçün gəlirəm burada box 1 divimə və hətta buna index.html-də nav yazıram. Yəni nav etiketim olsun və bu klasslarda hələlik silirəm. Bu şəkildə və bu main etiketi olsun. Buna main yazıram, buna navbar və son olaraq footer'ı bu şəkildə yazıram. Burada footer və daha sonra gəlirəm style.css-ə. Nav etiketimə hündürlük olaraq 5 rem yazıram və background olaraq red yazıram
ve biraz da ekranı 150% edək. Tamam. Daha sonra main etiketmə background olarak hələlik yaşıl rəngi qeyd edək və footer'a gəlirəm burada hündürlük olarak buna da 5 rem yazıram və background olarak bu şəkildə sarı ilə green'in qarşılığı olsun və hündürlük olarak 100 viewport height yazıram, yəni bütün ekranı əhatə etsin. Daha sonra container divimə hündürlük olarak 100% yazıram. Baxın burada nav və footer etiketlərim yenə 5 rem ölçüsündə gəlmiş oldu və main etiketim ekrana sığa biləcək qədər hündürlükdə gəlmiş oldu və əgər mən gəlib display flexi yorumu aldığım zaman baxın bu şəkildə footer aşağıda qalmış olacaqdır və main etiketi 100%lik hündürlükdə gəlmiş olacaq və son olaraq footer'da bu şəkildə görünəcək. Ancaq flex yazdığım zaman yığcam formada səhifədə görə biləcəyimiz formada gəlmiş olacaqdır. Bu da flex'in bizə verdiyi gözəl bir xüsusiyyətdir. Burada main etiketinə tutalım ki main etiketdə olmasın. Burada əlavə etiket olarak section etiketdə olsun və section etiketimizə də mən background olarak red yazıram və hündürlük olarak 100 viewport height yazdığım zaman yenə eyni sığa biləcək formada digər section etiketimi də burada section yazıram və digər section etiketin də səhifə içərisində bu şəkildə göstərmiş oldu. Ancaq yenə deyirəm, əgər display flexi yoruma aldığım zaman bu şəkildə hər bir main etiketinə və ya section etiketini 100%lik hündürlükdə, yəni ölçüdə göstərmiş olacaqdır. Yəqin ki bunu da tam dəqiq başa düşdünüz. İndi hər şeyi dala qaytaram. Və buna column verəm. Index.html'də də box 1, box 2 və box 3 divlərim bu şəkildə olsun. İndi isə gəlin növbəti flex xüsusiyyəti ilə tanış olaq. Bunu mən silirəm. Default olaraq row kimi gəlsin. Yəni flex direction row kimi gəlsin. Və üfüqi istiqamətdə düzülüşünü istəyirəmsə elementlərin justify content default olaraq bu start kimi gəlir. Əgər mən mərkəzdə olmağını istəyirəmsə center verirəm. Baxın üfüqi istiqamətdə bu şəkildə düzüldü. Sonda gəlməyini istəyirəmsə justify content and xüsusiyyətindən istifadə edirəm. Əgər aralarında boşluq qoymaq istəyirəmsə space between-dən istifadə edirəm. Başdan sona qədər hərfləri belə bir şəkildə düzmüş olacaqdır. Ancaq hər tərəfdən boşluq yaratmaq istəyirəmsə space around-dan istifadə edirəm. Yəni soldan da sağdan da bu şəkildə boşluq gəlmiş olacaqdır. Və son olaraq bərabər boşluğun olmağını istəyirəmsə space evenly açar kəlməsindən istifadə edirəm. Baxın bu şəkildə bərabər şəkildə düzülmüş olacaqdır. Şaquli istiqamətdə, yəni justify content, üzr istəyirəm, flex direction column yazdığım zaman burada senaryo dəyişmiş olacaq. Gəlirəm konteynerə hündürlük olaraq 100% yazıram. Görmüş olduğunuz kimi burada artıq şaquli istiqamətdə düzülmüş olacaqdır. Justify content start yazdığım zaman default olaraq bu şəkildə gələcək. Mərkəzdən gəlməyini istəyirəmsə justify content center deyirəm və end dediyim zaman sonda gələcək. Space around yazdığım zaman yenə bu şəkildə görüntü almış olacaq. Between-da belə bir görüntünü alacaq və evenly yazdığım zaman da hər bir tərəfdən bərabər boşluqda elementlər düzülmüş olacaqdır. İkinci flex xüsusiyyətimiz bizdə bunu belə deyək,
default olaraq yazdıraq. Daha sonra start verək. Yazmasaq da default olaraq start gələcəkdir. Şaquli istiqamətdə düzülməsini istəyiriksə, align items'dan istifadə olunur. Yəni mən yenə də gəlib burada align items start yazdığım zaman default olaraq bu şəkildə gələcək. Center yazdığım zaman baxın, şaquli istiqamətdə mərkəzdən düzülmüş oldu. End yazdığım zaman da belə bir görüntünü almış olacaq. Yəni bunu ən çox bu şəkildə istifadə edirlər. Align items, center və justify content center deyə yazırlar. Baxın bu şəkildə ortalanmış olacaqdır bu yazılarımız. Daha sonraki xüsusiyyətimiz bizdə flex wrap'dır. Bu da necə istifadə olunur? Misal, bura gəlib paragrafları qeyd edirəm. Və paragraflara vid olaraq 200 piksel verirəm. Bunları silirəm. Bu şəkildə. Və paragraflarımın hər birinə background red yazaq və border verək. 2 piksel solid black olsun. Bu şəkildə. Burada konteyner divimə hündürlük olaraq 100% verdiyimə görə avtomatik olaraq dediyimiz kimi digər altdakı etiketlərə də təsir etmiş olacaqdır və burada hündürlükləri bərabər səviyyədə bu şəkildə vermiş olacaq. Ancaq gəlib burada hündürlüyə 100 piksel yazdığım zaman belə gələcəkdir. Və burada flex wrap'ın işi nə olacaq? Tutalım ki, gəlirəm burada paragrafı artırıram. Artırdığım zaman bu cür düzülmüş olacaqdır və sonsuza qədər artırdığım zaman baxın, yanbayan sıx şəklində bir görüntü almış olacaq. Ancaq mən bunu istəmirəm. Bunu birazcık qalsın burada. Onu da silirəm. Ancaq mən bunu istəmirəm. Gəlirəm burada konteyner divimə flex wrap no wrap yazdığım zaman default olaraq bu şəkildə gələcəkdir. Ancaq wrap yazdığım zaman hətta bunun genişliyini 100% deyə qeyd etdim. İkinci divim hal-hazırda yerləşdi. Çünki genişliyi, ekran genişliyini kiçiltdim və üçüncü divim yerləşmədiyinə görə buradan kəsilmiş oldu və alta düşmüş oldu. Yəni bu şəkildə flex wrap'ı istifadə edərək belə bir gözəl görüntünü almış olacaq. Yəni yerləşmədiyi zaman yeni bir sətrə keçirtmiş oluruq. Və bunu mən tərsinə çevirmiş oluruq. Və bunu mən gəlib tərsinə yazsam, yəni wrap reverse yazdığım zaman bura bunu silirəm. Bu şəkildə gəlsin. Hətta bunu da silim. Nə oldu? Burada hündürlük vermişik. Bunu silirəm. Aha, bu şəkildə gəldi. Baxın, genişliyi kiçiltdiyim zaman yanbayan gəlmiş olacaqdır. Ancaq sığışmadığı zaman, yəni ekrana sığışmadığı anda kəsiləcək və digər növbəti sətrə bu şəkildə keçmiş olacaqdır və bu da əksinə belə deyək yazdıq. 3, 2, 1 kimi belə görüntünü almış olacaq. Və aralarındakı boşluq olmağını istəyirəmsə qap 2 piksel yazıram. Baxın, bu şəkildə paragraf etiketlərim 2 piksellik aralarında boşluqla gəlmiş oldu. Növbəti xüsusiyyətimiz bizdə. Bunu mən 100% verirəm. Daha sonra style.css'də hündürlüyü buradan silsək. Bu şəkildə gəldi. Və bunu da wrap kimi yazaq. Bu şəkildə qeyd etdik.
Daha sonra digər növbəti flex xüsusiyyətlərinə keçid alaq. Bunu silirəm. Qapıda silirəm. Və hündürlüyü də bu şəkildə sildik. Daha sonra gəlirəm burada paraqraf etiketmə. Genişlik olaraq 200 piksel yazıram və background olaraq red verirəm. Aralarında border 2 piksel solid black olsun. Və hər bir paraqraf etiketimdə 200 piksellik genişlik gəlmiş oldu. Ancaq mən bu genişliyi flex basis 200 piksel yazdığım zaman yenə eyni görünüşü almış olacaq. Burada video ilə FlexBase arasındakı fərq, mən FlexBase-ə 50 piksel yazıram və index.html-də bu şəkildə uzun bir söz yazdığım zaman, baxın yazılar bordera sığışacaq şəkildə gəlmiş oldu. Ancaq gəlib burada video yazdığım zaman baxın yazıların bir qismi bordera sığışmadı. Vid ilə FlexBase arasındakı fərq də bundan ibarətdir. Default olaraq Flex Direction Row gəldiyi zaman genişlik soldan sağa doğru bu şəkildə artacaqdır və Flex Basis 200 piksel soldan sağa doğru hər bir paraqraf etiketinə genişlik verəcəkdir. Əgər mən gəlib buna Flex Direction Column yazdığım zaman baxın 200 piksellik bu səfər yuxarıdan aşağı, yəni şaquli istiqamətdə hündürlük vermiş oldu. Yəni gəlib burada 50 piksel verdiyim zaman baxın bu şəkildə görünəcəkdir. Gəlib burada Flex Direction-ı silirəm. Aha, bu şəkildə olsun. Və buna da border 2 piksel solid green rəngini verək. Aha, bu şəkildə gəlsin. Flex Basis 200 piksel şəklində yazıram. Və bunun genişliyini kiçildək biraz. Aha. Daha sonra gəlib burada hər bir paraqraf etiketmə Flex Grow 1 yazdığım zaman baxın bütün konteynerə uyğun, yəni bütün konteyner genişliyində hər bir paraqraf etiketimin genişliyi bu şəkildə paylanmış olacaqdır. Yəni FlexGrow 1 yazmasam belə bir görüntünü alacağıq. Ancaq FlexGrow 1 yazdığımız zaman baxın bu şəkildə görüntünü almış olacaq. Ancaq burada hər bir paraqrafa gəlib FlexGrow və FlexBasis-i yazsaq, o zaman necə bir görüntünü almış olacaq? Buna baxaq. Box 1 paraqrafıma bunları əlavə edirəm. Və background da bu şəkildə əlavə edək. Eynən box 2 paraqrafıma background olaraq mavi rəngi verdik. Və box 3 paraqrafıma yaşıl rəngi bu şəkildə vermiş olduq. Daha sonra gəlirəm burada ikinci paraqraf digərlərinə nisbətən daha böyük genişliyə sahib olmuş oldu. Box 3-ə gəlib FlexGrow 3 yazdığım zaman baxın indi üçüncü paraqrafım digərlərinə nisbətən daha böyük genişliyə sahib olmuş oldu. Və burada bunlara mən gəlib FlexGrow yazmıram. Bu şəkildə görünsün. Və ekranı kiçiltdiyim zaman baxın bunu 250 piksel verək. Aha. Baxın ekranı kiçiltdiyim zaman genişlik baxımından kiçilmiş oldu. Mən gəlib bura Flex Shrink 0 yazdığım zaman baxın nə olacaq. Gəlirəm, yeniləyirəm
və kiçildirəm. Baxın, paragraf 1 kiçilmədi. Və hətta gəlib burada flex shringi burada tətbiq edirəm. Və baxın, flex ikinci paragrafımda kiçilməmiş oldu. Və hətta altdan da scroll çıxmayacaqdır. Çünki flex yazdığımız zaman səhifənin genişliyinə uyğun bərabər şəkildə genişlik ölçülərini bu şəkildə paylamış olacaqdır. Və son olaraq paragrafların yerini dəyişmək istəsəm, misal 3-cü paragrafı 1-ci paragraf ilə əvəz etmək istəsəm, gəlirəm burada container divimə, daha doğrusu container divi içərisindəki paragrafa entity of tip ilə bunun 1-ci paragrafı seçirəm və buna order 0 yazıram və eyni qayda ilə 2-ci və 3-cü paragrafı da bu şəkildə seçirəm. Default olaraq bizə order 0 kimi gəlir. 0 kimi gəldiyi zaman paragraflar bizim gördüyümüz sıra ilə düzülür. 1, 2 və 3-cü paragraf kimi. Ancaq mən gəlib burada 1-ci paragrafıma order 1 yazdığım zaman baxın, burada senariya dəyişmiş oldu. 1-ci paragrafım sona keçmiş oldu. 2 və 3 bu şəkildə düzülmüş oldu. Nəyə görə? Çünki default olaraq dediyimiz kimi 0 yazdığımız zaman ilk olaraq paragraf 1 gəlir. İndi default olaraq order 0 olduğuna görə, hətta mən bunları yoruma alıram. 2-ci paragrafım order 0 olduğuna görə 1-ci sıraya keçmiş oldu. 2-ci sırada isə paragraf 3-üm gəlmiş oldu. Və order 1 yazdığım zaman default olaraq bunu sona atmış oldu. Çünki burada artıq sıralama 2-ci və 3-cü paragraflar bu sıralamanı həyata keçirdi. Ancaq mən gəlib 2-ci paragrafa 3 yazdığım zaman yenə default olaraq 3-cü paragraf 0 olduğuna görə ilk əvvəl paragraf 3 gələcək. Daha sonra paragraf 1 2-nin yerinə keçəcək. 2 isə 3-ün yerinə keçmiş olacaq. Və burada da gəlib 2 yazsam artıq görmək istədiyim sıralamanı görmüş olacağım. Yəni 1-ci paragraf 1-də, 2-ci paragraf 3-də, daha doğrusu 2-ci paragraf 3-də, bunu biraz böyüdək və 3-cü paragrafda 2-ci sırada gəlmiş olacaq. Bu da order ilə dizaynlar verdiyimiz zaman görmək istədiyimiz gözəl bir xüsusiyyətdir. Bundan da çox zaman istifadə olunur. Flex mövzusunda bilməyimiz lazım olan bir şey daha var. Flex daha çox bir ölçülü, yəni 1D düzülüş üçündür. Yəni, bu nə deməkdir? Flex verdiyimiz zaman həm şaquli, həm də üfüqi istiqamətdə düzmüş oluruq bu şəkildə. Ancaq bizdə flex grid vardır ki, bu əsasən 2 ölçülü, yəni 2D layout istəyiriksə, bu zaman CSS griddən istifadə olunur. Burada da həm row-nu, həm də column-u birlikdə istifadə edə bilirik. Növbət dərsimizdə isə flex gridi keçəcəyik. Elə isə vaxt itirmədən gəlin yeni bir mövzu ilə tanış olaq.